Bugün nəbz təzyiqi haqqında danışmaq istəyirəm. Adətən qan təzyiqi, arterial təzyiq terminləri daha çox eşidirik. Amma bugün onlar barəsində yox, məhz nəbz təzyiqi barədə sizlə müzakirə aparacağım. Söhbət ondan gedir ki, tez-tez, xüsusilə də son dövrlərdə pasientlərdən, vətəndaşlardan, istəyir internet üzərindən, Instagram üzərindən və yaxud qəbula gəldikdə belə bir suallarla rastlaşıram ki, mənim yuxarı qan təzyiqimlə aşağı qan təzyiqim arasında çox böyük fərq var. Yəni, nə deməkdir bu? Əgər qan təzyiqimiz 120-nin 80-ədirsə və bu adətən sanki idmançı qan təzyiqi kimi qəbul edilir, yəni normal bir qan təzyiqidir. Halbuki bunun civarında demək olar ki, bütün təzyiqlər normal hesab oluna bilər. Lakin nümunə olaraq 120-nin 80-ə götürsək, nəbz təzyiqi yuxarı rəqəmlə aşağı rəqəm arasında olan fərqdir. Yəni 120 çıxaq 80 qalır 40. Normalda nəbz təzyiqi 40-60 arasıdır. Yəni bu rəqəmdən çox aşağı olması, bu rəqəmdən yəni 60-dan yuxarı olması və yaxud 40-dan aşağı olması müəyyən problemlərin olduğundan və ya gələcəkdə problemlərin sağlamlıqla bağlı narahatlıqların olmasından xəbər verə bilər. Ona görə nəbz təzyiqini bilmək, onu izləmək çox önəmlidir. Qan təzyiqini ölçdükdə insanlar nəbz təzyiqinə diqqət yetirməlidir. Çünki hesablanması çox sadədir. Əgər bir şəxs qan təzyiqini ölçürsə və təzyiqi misal üçün 140-ın 50-yədirsə və yaxud 130-un 60-adırsa, burada biz 140-dan 50 çıxanda qalır bizdə nəbz təzyiqi 90. Əgər 130-un 60-adırsa, nəbz təzyiqi 70-dir. Bu artıq normadan daha yüksəkdir. Amma bu o demək deyil ki, nəbz təzyiqi yüksək olan, yəni artmış olan şəxslərin hamısında konkret bir xəstəlik var və yaxud mütləq şəkildə onlarda müəyyən müddətdən sonra hansısa bir xəstəlik inkişaf edəcəkdir. Biz nəbz təzyiqinə diqqət etdikdə eyni zamanda nəzərə almalıyıq ki, bu şəxsin yaşı nə qədərdir? Bu şəxsdə şəkərli diabet, ürəyin klapan xəstəliyi, hər hansı bir ürək damar başqa bir xəstəliyi varmı, yoxdurmu? Bunu da nəzərə almalıyıq. Nə üçün? İnsan yaşlaşdıqca onun damarları sərtləşir. Onların elastikliyi azalır. Yəni, elastiklik bizə imkan verir ki, qan ürək tərəfindən vurduqda o damarlar genişlənir ki, qan təzyiqini azaltsın, sonradan təzədən normallaşır. Amma insan yaşlandıqca o damarlar sərtləşir, dartılmır, elastikliyi əhəmiyyətli dərəcədə azalmış olur və nəticə etibarilə həm qan təzyiqi yüksək olur, həm də nəbz təzyiqi əhəmiyyətli dərəcədə dəyişir. Nə üçün? Çünki yuxarı rəqəm qan təzyiqində yüksəlir, sərt damarlar olan insanlarda yaş artdıqca. Amma aşağı rəqəm, ona biz diastolik təzyiq deyirik, aşağı rəqəm daha da azalır. Əlbəttə ki, yuxarı yaşlı insanlarda və xüsusilə də ahıl yaşlı şəxslərdə nəbz təzyiqi yüksək. Buna baxmayaraq, nəbz təzyiqi çox əhəmiyyətli və faydalı bir əlamətdir. Ona görə həkimlər həm klinikada təzyiqinizi ölçəndə və yaxud siz özünüz evdə təzyiqinizi mütəmadi ölçəndə ona diqqət yetirməlisiniz və nəbz təzyiqi çox böyükdürsə, yəni 40-60 arasından çox böyükdürsə, 60-dan yuxarıdırsa, bu barədə mütləq həkiminizlə məsləhət etməlisiniz. Çünki həkim dərhal düşünəcək və əlavə müayinələr təklif edə biləcəkdir. Xüsusilə də nəbz təzyiqi çox yüksək olan insanlarda ürəyin qapaq xəstəliklərinin olma ehtimalı yüksəkdir. Onlarda infarkt keçirmə riski yüksəkdir, insult keçirmə riski yüksəkdir. Və xüsusilə də nəbz təzyiqi çox geniş olan, yəni artmış olan insanlarda bu ürəyin qidalanmasını da pisləşdirir, aritmiyalar riskini artırır. Ona görə qan təzyiqinin özü ilə yanaşı, yəni yuxarı və aşağı rəqəm, sistolik və diastolik təzyiqlərlə yanaşı bir əlavə əlamət də var ki, insanlar ona diqqət yetirsələr, müəyyən xəstəliklərin erkən aşkarlanmasına, müəyyən xəstəliklərin qarşısının alınmasında faydalı rol oynaya bilər. Bu da ki, nəbz təzyiqidir. Ona görə sizə təklif edirəm ki, mütəmadi olaraq qan təzyiqinizi ölçdükdə
istəyir həkim tərəfindən, istəyir özünüz tərəfindən nəbz təzyiqini də hesablama çox faydalıdır və bu barədə həkiminizlə əlavə suallarınız varsa söhbət edə bilərsiniz və faydalı məlumatlar əldə edə bilərsiniz.